Gürcüstanın Sovet işğalından 105 il ötür 1921-ci ildə 25 fevralda Sovet Rusiyanın 11-ci Qırmızı Ordusu Tbilisiyə daxil oldu və ölkə sovetləşdirildi. Qırmızı Ordu paytaxtı ələ keçirərək azad seçkilərlə formalaşmış hökuməti devirdi. Birinci Demokratik Respublikanın hökuməti mühacirətə getdi və ölkə 70 il müstəqilliyini itirdi. Həll edici döyüşlər Kocori və Tabaxmela istiqamətində aparılmışdı. İşğal günü ilə əlaqədar dövlət bayraqları inzibati binalarda, parlamentdə, prezident sarayında, müdafiə və daxili işlər qurumlarında, eləcə də xaricdəki diplomatik nümayəndəliklərdə endirildi. İşğalın ağırlığı və ölkə qarşısında duran bu çağırış barədə Mikhail Qavelaşvili Gürcüstanın birinci kanalının efirində danışıb. O çıxışında hakimiyyətin sülh siyasətinə xüsusi diqqət ayırıb və bu istiqamətdə atılan addımlardan bəhs edib. Mikhail Qavelaşvili Böyük Britaniyanın İMEDI TV və Post TV telekanallarına sanksiya tətbiq etməsinə də münasibət bildirib. Onun sözlərinə görə hər bir reaksiya hüquqi cəhətdən əsaslandırılmış olmalıdır. Prezident hesab edir ki, Böyük Britaniya hökuməti müxtəlif qərarların sadəcə icraçısı rolunda çıxış edir. Vahid Neytral Gürcüstan Partiyası İMEDI və Post TV telekanallarına tətbiq edilən sanksiyalarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Böyük Britaniya hökuməti asanlıqla idarə olunur və ondan çirkli tapşırıqların icrası üçün istifadə edilir. Onların fikrincə bu addım Gürcüstana qarşı siyasi şantajın növbəti cəhədidir və bu dəfə televiziya kanallarının sanksiyalaşdırılması yolu ilə həyata keçirilir. Açıqlamada həmçinin bildirilir ki, Tbilisi və Brüsseldəki agentura şəbəkəsinin ifşasından sonra dərin dövlət telekanallarının redaksiya siyasətinə təsir göstərmək üçün sanksiya mexanizmini işə salıb. Bəyanatda vurğulanır ki, Böyük Britaniyanın bu addımı ilə hibrid hücumlar başa çatmayacaq. Gürcüstanla bağlı hesabat bugün Avropa Parlamentinin Xarici İşlər Komitəsində müzakirə olunacaq. Sənədi Rasa Yukuneviç yeni təqdim edəcək. Layihədə ölkədə demokratik geriləmənin artdığı və Gürcü arzusunun Avropa İttifaqına qarşı sistemli kampaniya apardığı qeyd olunur. Mövzu Tbilisidə siyasi müzakirələrə səbəb olub. İstehlak qiymətlərini araşdıran müvəqqəti parlament komissiyası fəaliyyətini davam etdirir. Bugün qanunverici orqanda müxtəlif distributor şirkətlərin nümayəndələri dinlənəcək. Tərəflər ərzaq məhsulları, bazarının strukturu, qiymətlərin formalaşma zənciri və sektorun əməliyyat proseslərini müzakirə edəcəklər. Müxalifətin bir hissəsi komissiyanın işinə skeptik yanaşır. Hakim komandada isə dəyişiklik gözləntiləri var. Əgər Viktor Orban nə isə bloklamaq istəyirsə, bunu Ukraynaya yox, Rusiyaya qarşı etməlidir, deyə Vladimir Zelenski Kiyevdə Avropa Şurasının prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə birgə mətbuat konfransında bildirib. Zelenskinin sözlərinə görə PEK görüntüləri Drujba neft kəmərinin bir neçə dəfə Rusiyanın hədəfinə çevrildiyini təsdiqləyir. 20 iyun hadisələri ilə bağlı sabiq baş nazir Georgi Qaxaryanın məhkəmə prosesi davam edir. İclasda müdafiə tərəfinin sübutları araşdırılır. Vəkillərin sözlərinə görə iş materiallarında Qaxaryanın təqsirini təsdiqləyən heç bir sübut yoxdur və irəli sürülən ittiham absurddur. Prokuror bildirir ki, 20 iyunda Qaxarya xüsusi təyinatlar departamentin əməkdaşlarını təlimat və qanunvericiliyi nəzərə almadan xüsusi vasitələrdən paralel şəkildə istifadə etməyi tapşırıb. Etiraz aksiyasının dinc iştirakçılarına xəbərdarlıq etmədən və ərazini tərk etmək imkanı vermədən. Qaxarya bir neçə maddə ilə ittiham irəli sürülüb və onu 13 ilədək azadlıqdan məhrum etmə gözləyə bilər. Gürcüstanda 85 xarici vətəndaş Miqrasiya Departamentinin əməkdaşları tərəfindən deportasiya edilib. Onların ölkəyə girişinə qadağa qoyulub. Deportasiya olunanlar arasında Azərbaycan, Bangladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, Yordaniya, Hindistan, İran, İsrail, Côte d'Ivoire, Küba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızistan və Çin vətəndaşları var. Qurumun rəsmi açıqlamasında bildirilir ki, bu istiqamətdə işlər aktiv şəkildə davam etdirilir.
Rəssam David Maçavaryaninin yaratdığı Pələng dərisi geyilmiş pəhləvan poemasının qrafik interpretasiyasının rəqəmsal versiyası İllüziyalar Muzeyində təqdim olunub. Əsərin rəqəmsal versiyası artıq İtaliya, Fransa və Polşada da nümayiş etdirilib. Sərgi Mədəniyyət naziri Tinatin Ruxacı tərəfindən ziyarət edilib. Məlumatı Mədəniyyət Nazirliyi yayıb.